Artıq uzun müddətdir ki, uşaqların diş problemlərini müasir stomatologiyada, Sumqayıtda həll edirəm. Mənim məsləhətimlə bir çox izləyicilərim də ora üst tutub, Orxan həkimin pasiyentidirlər və hər birimiz də ondan razıyıq. Artıq illərdir əl-elə verib Orxan həkimlə Rasimin dişlərini qorumağa çalışırıq və artıq onun da damağına plastinka, səhv eləmirəmsə, adını səhv demirəmsə, yerləşdirəcəyik. Tamamilə məlumatsızam. Əgər kiminsə bununla bağlı məlumatı varsa, mütləq şərhlərdə yazıb mənə dəstək olarsınız. Həkim qəbulumuz bitdikdən sonra uşaqları götürdük, yollandıq ilk dərs ili üçün fotosessiyaya. Biz iki bacıyıq, qardaşımız yoxdur və hər zaman istəmişik ki, Allah bizə qardaş verərdi. Amma elə oldu ki, heç bir planlama olmadan, möcüzəvi şəkildə, təbii yolla Allah bizə eyni gündə 3 saat fərqlə oğlan övladı verdi. Və bu iki möcüzəmiz Rasim və Yunis bu il 1-ci sinifə gedirlər. Fotosessiyamızı Sumqayıt Foto Studiyaya əmanət elədik. Artıq bir neçə dəfə bacımgil burada olmuşdular, çox bəyənmişdik. Bəs sizlərdə necə eyni gündə anadan olan uşaqlar varmı?